Bizim papaq atanlar. Bunu göster. Atı. Konfeti. Papaq atırlar ölüp sesi. Bende de konfet. Snickers. Yığıblar bir şeyler. Aha. Biraz yığın enerji, enerji yığın. Haydi Allah'ım bir tane bize para. Ofelia'nın görürlər qorxuydu. Papağanıza yaxşı yerə qoymasız videolarda qapılarınızı biyanlar eləyəcək. Qurban olum. Allah dostların ömrünü bunun için koysun. Valla bizi tutup aparaz elə bunun videonu görə. Görsə, uşağın alına var, nə üçün? Alının zəhmət haqqısını versin. Biz direkt gedək qapını döyək, bizə nəsə verir, papaq atı olmadı. Hansı qapıya papaq atdılar? 3 dənə papaq qoydular. Biri 3-5 motor dedi, biri 4-4 dedi. Müthiş şeydi. Tərvan da danışında deyib papaq atdı. Ölüm sənsin. Ben papaq atdı, yığışdırdım. Pul qoyun özümüz istədiyimizi alaq da. Eynirəm mən sizin kesin. Aa, sağoluna başdı. Oligarx papaq atdı. Boğmuşların anası. Bu hoşuma gələn tuyoldu. Hoş yalan tuyuldu. Ama burada sen hoşlandığın meyve şey. Yok da Sağ olun. bize bir tane şey olmadı. Snickers kızı yani. Ben onda Snickers dedim. Böyle bir bal ama bal oldular. Baxım sən də. Maşallah, maşallah. 3 gün. Bir hafta zaten pazarlıq eləməyəcək. Şirniyyat pazarı. Gitti o ayağla papaq atma. Atıpsız şey. Harda pul qoyurlar? Üç kapıdan ikisi 5 manat hərəmizə pul verildi. Talışlar fərqlənib də həmişə fikir. Qapını açmırlar, elə Qurban olmalılar, papağa. Heç qıram. Mənə görə tələ döyə tələ özüm. Düşəm şahın atası. Kamera arkası. Video çəkəndə adamın bütün həsəblər bozulur, rahatdır. Həvəsdən düşüblər şey. Ne çıxdı? Hiç. Baktım. Bakıcı doldur papağını. Mən nə qədər qoca olsam dəyərəm nizama. Gözən, uşaq saxlamazsan törək. Bizi ancaq bayramdan bayrama. Vay, papaq atanlar arasında dava düşür. Ofelia'nın papağına bir dəncilə fındıq qoyublar. Yalan danışır. Qaçdı. 5'te 6'ya bas. Orada qapı qalmışdı mı? Hele 12 mertebe var ya şeker. O etdi adam var. Bizim bir qadın. Allah bərəkət versin, qurban olum Allah'a. Fındıq, fıstıq, çabuk. Hepsi bir batı en araya atarım. Konfet kabımız doldu. Ah, qorxur.
Korkulu kino lan. Hay Allah hay Allah. Korkmayın, dua elini açsın kapıyı. Bismillah, 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 bismillah. Korktum. Ben geleceğim. Şalarım. Kaçın, kaçın. Geç de geç. Papaq atmışım. Teşekkür. Arkadaşlar iç paramız pul. Hadi. Hadi. Bakayım. Oh, Allah bereket versin. Yes. Pazarda. Kaçın kızım, karışın kapıya koy. Ay Allah, bu kapı necədir indi biz? Ay gəlirlər. Ay gəlirlər. Başqa papaq atanlar gəlir. Sizi döyəcəklər, qaçın. Evdə 10 günlük uşaq var deyir. Mənim tüm uşaq ölür. Ay Allah. Dəydilər. Ay. Elə deyirsin uşaq. Baxın. Aplesin sənə. Bana. Sən bana xoşdursa sən Ay bana. Allah. Verin ata deyilsin. Ya Allah, bismillah. Ha. Allah. Aynı ya. Ne işlem var? Evde doğruysan yiyen yok diyor. Niye yalandarsın? Ben apelsin hoş değilim. Ha, aplesin. Hoş değil, düz değil. Biz atabdan bir tane dayandı. Gel sen basketim ben çek. Gelin. Oh. Lan balalarım. Koyarım skalası burada. Mesela Oh. ona gitmedi. Şimdi nasıl var? Dostlar, hansı qapını döydü? Dillə uşaq yatır, dövmür qapını. Niye? Maraqlıdır. Biz demək, adət-ənənələr pozulmayıb. Xalqımız elədir ki, o vaxtın adət-ənənələri. Hanı adət-ənənə? Qapını döysən, qapını az qala adamı dövsünlər. Tapmışıq, hamımız ona baxıyor. Bir açsan olacaq, yoxsa yox. Eşittin o dediğimi. Enarem mertebesi değil daha pulludur. Çünkü bir de it var idi böyle. Harda pullu qapı tapılır, heç kim açmadı. Nə açdı, ancaq kasıb qapılar açdı. Ofişin papağını götürmədilər. Her şeyden kapı şey ya. Ya kapını açanda üçünde götürür de hiçbirini götürmüyor. Ali seçkili sandım. Bir şey yaxşı koydum. Atsan görer oldu koyarım. Bu qapı. Saçın çok güzel oldu. Görə bu qapıda nədir? Ofişin papağı qalıb. Hiç bize çömeği. Quldur düşümü yedirlər, qapılara elə bir... Bunların dədələrinə borcları var cəmaat, ora. Bir sürü ora. Qaçın.